Hər vaxtınız xeyir olsun. Mən Cənan Həsənov. Bugün yenə növbəti sınavımızı çəkməyə çalışacağıq. Bugünkü sınavımız 10-cu sınав olacaq. Yenə də Dövlət İmtahan Mərkəzinin 20 sınavdan ibarət test toplusundan ikinci qrup üzrə 10-cu sınav olacaq. Baxaq suallara. Deməli, birinci sual göstərilənlər aiddir. Almaniya və İtaliya arasında imzalandığı müharibə vəziyyətində bir-birlərinə yardım etməyi nəzərdə tuturdu. Baxaq cavablara. İlk cavabımız kimi nə görsənir? Molotov-Ribbentrop paktı. Molotov-Ribbentrop paktı 1939-da 23 avqustda imzalanıbdır. İkinci Dünya müharibəsindən 8 gün qabaq bu imzalanıb təbii ki Almaniya və SSR arasında. Yanlışdır. Streza konfransı ümumiyyətlə 1935-ci ildir. Bu konfransda İngiltərə, Fransa və İtaliya Almaniyanın Avstriya birləşdirməsi cəhdinə qarşı çıxmışdılar. Polad paktı bu 1939-dur və Almaniya İtaliya arasında imzalanıb. Doğrudan da bu pakta görə hər iki dövlət bir-birlərinə kömək edəcəyinə dair söz vermişdilər. Buna oxşar olaraq müasir dövrdə Azərbaycan və Türkiyə arasında 2021-ci ilin iyununda imzalanmış Şuşa bəyannaməsinə götürmək olar. Cavabımız C-dir. Münhen sözləşməsinin mahiyyəti 1938-də 4 dövlət Almaniya, İtaliya, İngiltərə və Fransa Münhen şəhərində görüşüb Almaniyanın Çexoslovakiya ərazisinin Sudet vilayətini tutmasına beləliklə xeyir-dua vermişdilər. Atlantika xəritəsi isə 1941-də əsası ABŞ və İngiltərə tərəfindən qoyulmuşdu. Yəni bu Almaniya və İtaliya aid deyil. Deməli cavabımız C variantıdır. Davam edək. İkinci suala baxsaq, hadisələrin səbəb-nəticə əlaqələrinin uyğunluğunu müəyyən edək. Yəni düzgün cavab. Saint-Germain müqaviləsinin imzalanması, Bolqarıstan bir sıra ərazilərində qonşu dövlətlərə göstərik etməsi bu yanlışdır. Çünki Saint-Germain müqaviləsi Avstriyanın imzalanıb, Bolqarıstan imzalanmayıb. Bolqarıstan imzalanan Ney müqaviləsidir. 2. Mandat sisteminin yaradılması, İngiltərə və Fransanın yaxın şərqdə bəzi ərazilərin nəzarəti ələ keçirilməsi. Bu düzgün cavabdır. Ümumiyyətlə mandat sistemi ABŞ tərəfindən hazırlanmış bir sistem idi. ABŞ Versal sistemini tanımadığına görə Avropadan çəkildikdən sonra İngiltərə və Fransanın güclənməsini heç cür qəbul etmək istəmirdi. Ona görə də tutulan ərazilərin birbaşa yox, mandat sistemi əsasında İngiltərə və Fransaya keçməsini belə deyim, həyata keçirəcək bir plan qurmuşdu. Vaşinqton konfransının çağırılması, Rusiya və Almaniyanın iqtisadi blokadadan çıxmaq yolunda ilk addım atması tamamilə yanlışdır. Vaşinqton konfransına Rusiya və Almaniya dəvət edilməmişdi. Maraq üçün deyim ki, Rusiya və Almaniyanın iqtisadi blokadan çıxmaq yolunda ilk addımları Ceneva konfransının gedişində imzalanmış Rapollo müqaviləsidir. Yeganə cavabımız 4 qalır. Bu düzgün cavabdır. Versal sülhü imzalanır 1919-da və Elzas-Lotaringiya 1871-ci ildə Fransadan alınmışdı. İndi isə Fransaya qaytarılır. Burada cavab D, yəni 2, 4-dür. 3-ə baxaq. Bizə Euler-Venn diaqramı təqdim olunur. Davam edək. Oren Harding və Calvin Coolidge veriblər bizə. Hakimiyyət dövrlərini yazaq bunların. Oren Harding 1920-ci ildə prezident seçilir. Adam prezidentlik dövrünü başa çatdıra bilmir. Ümumiyyətlə 1840-dan 1980-ə qədər seçilən 20 ildən bir seçilən Amerika prezidentləri ya ölür, ya öldürülürdü. Axıra qədər başa çatdıra bilmirdilər. Calvin Coolidge onun bir il vitse-prezident kimi, sonrası Calvin Coolidge'in özü seçilmişdi. Hakimiyyət illəri 1923-29-dur. Baxaq. Çinin suverenliyi və ərazi bütövlüyünün təsdiq olunması 1921-22-ci ildə keçirilmiş Vaşinqton konfransında olubsa, bu Oren Hardingin dövrünə tuş gəlir. 20-ci əsrin 20-ci illərdə ABŞ-ın idarə edilməsi. Yuxarıda hakimiyyət illərini yazmışam. Görünür ki, B hər ikisinin ortasına gedir. Hər ikisinə aiddir. ABŞ-ın işi biznesdir şüarı Calvin Coolidge'in məsələsidir. Yeni xətt siyasəti bu heç birisinə aid deyil. Yeni xətt siyasəti
Franklin Delano Roosevelt'dədir. D variantlarını seçsək, onsuz da cavab hovuzumuza düşür. Y variantı təzminat məsələsində Almaniyanın dəstəklənməsi bu Orenq deməli Hardingin yox, Calvin Collinsin dövrünə düşür. Y variantını da bura yazaq. Və Y variantını əsaslandıraq. Ümumiyyətlə Fransanın Almaniyadan təzminat alması belə deyim əsas şərt idi. Çünki Fransa 5 milyard frankın azığını çıxmalı idi. Bunun üçün Fransanın iki yolu vardı. Ya oturub gözləməlidir, Millətlər Cəmiyyətinin qərarlarını belə desək, ya da ölüm, edam siyasətindən istifadə etməlidir. Fransanın belə deyim səbri tükəndi və nəticədə 1923-cü ildə Fransa və Belçika qüvvələri Rura daxil oldular və Almaniyadan pul tələb etdilər. Amma bu zaman işə qarışan Amerika 1924-cü ildə Davos planını qəbul etdi. Deməli 1924 gördüyünüz kimi düşür Calvin Collinsə. Həmin o Davos planına görə nə baş verməlidir? Davos planına görə Almaniyaya əlavə pul verilməli idi, o borclarını ödəsin. İkinci bir tərəfdən Almaniyanın təzminat ödəməsi vaxtı uzadılırdı. Maraq üçün deyim, Almaniyanın təzminatı ödəməsi 32-ci ildə dayandırıldı. Deməli, burada cavabımız Bakı variantıdır. Davam edək. 4-cü sual. Xəritə sualı bizə verilib. Xəritədə qeyd edilmiş dövlətlərin ümumi cəhətlərinin düzgün verildiyi bəndi müəyyənləşdirin. 5-in Rusiya olduğunu, 2-in Almaniya, 4 İtaliya, 3-ün Fransa, 1-in isə İngiltərə olduğunu qeyd edək. Deyir ki, 2 ilə 5, yəni Almaniya və Rusiya 30-cu illərdə bir-birlərinə hücum etmək haqqında pakt imzalayıblar. Bu düzdür. Doğrudan da 1939-cu ildə Molotov-Ribbentrop paktına görə Almaniya və Rusiya belə bir müqavilə imzalamışlar. Sonra deyir ki, 1, 3, 5 dünyanı bölüşmək məqsədilə Üstlər paktını imzalayır. 1, 3, 5 güya İngiltərə, Fransa və Rusiya. Xeyr, tamamilə fərqli dövlətlərdir. Burada olmalı idi 2, 4 və xəritədə verilməyən Yaponiya. Yəni Almaniya, İtaliya və Yaponiya 1940-da Üstlər paktını imzalamışdı. Bu səhvdir, ehtiyatlı olun. Üçlər paktı demişkən, Üçlər İttifaqı başqadır, Üçlər paktı başqadır. Üçlər İttifaqı Almaniya, İtaliya, Avstriya, Macaristandır. Amma Üçlər İttifaqı isə, Üçlər paktı isə Almaniya, İtaliya, Yaponiyadır. İki xətt səhvdir. 20-ci əsrin 20-ci illərində 2 ilə 4 dəniz silahlarının məhdudlaşması haqqında müqavilə imzalayıb. Söhbət Vaşinqton konferansından gedir. Vaşinqton konferansına nə Almaniya, nə İtaliya dəvət edilməmişdir. Bu da yanlışdır. 20-ci əsrin 30-cu illərində İngiltərə ilə Fransa sakitləşmə siyasəti gedir. Bəli, bu düzdür. Təsadüf deyil ki, bu iki dövlət 1938-ci ildə keçirilmiş Münxen konferansında Çexoslovakiyanın Sudet vilayətinin Almaniya tərəfindən tutulmasına göz yumurlar. Çünki həm müharibəyə hazır deyildilər, həm də fikirləşirdilər ki, bunu da verək Almanlara və onları sakitləşdirək. Amma 39-cu ildə bütün Çexoslovakiyanın Almaniya tərəfindən tutulması İngiltərə və Fransanın necə də bərbad bir siyasət yeritdiyini göstərdi. Cavab 1-4, yəni A variantıdır. Davam edək. Fransa tarixində 4-cü Respublika dövrünə aiddir. Fransada 5 Respublika dövrü olub, 4-cü Respublika 1946-1958-ci illəri əhatə edir. Müstəmləkəçi əleyhinə Əlcəzairdə üsyanın baş verməsi, bəli, bu düzgün cavabdır. 1958-ci ildə Əlcəzairdə üsyan baş verdi və bundan sonra narazılıqlar başladı. Artıq Charles de Gaulle yenidən vəzifəyə dəvət olundu. Yəni Əlcəzairdə baş vermiş bu üsyan 1958-ci ildə yeni bir respublikanın qurulmasına gətirib çıxartdı. Ruandada qırğınların törədilməsi bu 1994-dür və gördüyünüz kimi şərtlər ödəmir. Qərbi Avropa müstəmləkəyə müstəqil verilməsi bu 1960-cı illərin əvvəllərdir və şərti ödəmir. Ərazisində Almaniya işğal rejiminə son qoyulması bu 1944-dür və şərti ödəmir. Monarxiyanın devrilməsi 4-cü Respublikadan sonra 5-ci Respublika yaranacaq 1958-dən bu günümüzə qədər.
Yəni 4-cü respublikadan sonra monarxiya yoxdur. Yeri gəlmişkən, tez 4-cü respublikadan qabaq da monarxiya yoxdur. Çünki 1944-46 müvəqqəti rejim dövrü idi. Cavab A-dır. 6-ya baxaq. 20-ci əsrin 90-cı illərinə aiddir. Baxaq. 20-ci əsrin 90-cı illər demək 1999 deməkdir. Almaniyanın vahid dövlətə birləşdirilməsi. Bu 1990-dır və şərt ödənir. Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2014 şərt ödənmir. Yunanistanın Kipri ilhaq etməyə cəhd etməsi 1974 şərt ödənmir. Pakistanın müstəqil olması 1947 şərt ödənmir. Varşava müqaviləsi təşkilatının yaranması 1955 şərt ödənmir. Deməli cavabımız A variantı idi. Davam edək. 7. Türkiyə Respublikası tarixində Mustafa Kemalın prezidentlik dövrünə aiddir. 1923-cü ildən tez Türkiyə Respublikası demək olmaz. Mustafa Kemalın prezidentlik dövrü isə 1923-1938-dir. TC-nin ilk prezidentidir. İqtisadi sadə etatizm siyasətinin tətbiq edilməsi əlbəttə. Severin müqaviləsinin imzalanması nə Mustafa Kemalın fəaliyyəti deyil, nə də Türkiyə Respublikası deyildi. NATOya daxil olması Türkiyə Respublikasına aiddir 1952, amma Mustafa Kemal yaşamırdı artıq. Cəlal Bayar dövrü idi. 2-dən 3-ü bütün variantlardan silsək, cavabımız 1-4-5-dir. Bəli, Mərkəzi Bank yaradılmışdı və eyni zamanda da 1936-da Montre konfransı çağırılmışdı. Mərkəzi Bankın yaranması 20-ci illər, Montre isə 36-dır və şərtlər ödənir. Cavabımız 1-4-5-dir. 8-ə baxırıq. Deməli, toqquşma nöqtələrinə baxacağıq. Falkland böhranı Almaniya aiddirmi? Xeyr, İngiltərə və Argentin arasında olub. Atlantika xaritəsi, bəli, Böyük Britaniya və Amerika arasında imzalanıb. 2-ni götürək. Cavabımız elə 2-4-dür, görürük buradan. Qaldı ki, Barbarossa planı ABŞ-a aiddir. Xeyr, Barbarossa Almaniyanın SSR-yə olan hücum planıdır. Deməli, burada cavabımız 2-4, yəni Y variantıdır. 9. Almaniya Federativ Respublikası və Yaponiyanın 20-ci əsrin 40-cı illər tarixinə aiddir. Yəni, hər iki dövlət üçün 1940-1949-cu illər üçün oxşar cəhət. Baxaq. Yeni konstitusiyanın qəbul edilməsi. Təbii ki, bu düzgün cavab olacaq. Əsaslandıraq fikrimizi. Almaniya 1949-da 2 yerə bölünür. AFER və ADR. Və təbii ki, yeni yaranan dövlət AFER-in konstitusiyası qəbul olunmalıdır. Və konstitusiyaya uyğun müəyyənləşməlidir ki, bu prezident respublikadır, yoxsa parlament respublikadır, əsaslandırılmalıdır. Yəni AFER-də bu 1949-da var. Yaponiyanın isə ikinci konstitusiyası 1947-dir tarixində. Cavabımız A-dır. Hücum etməmək haqqında SSR ilə danışıqlar aparılması. Belə bir şey deyək. Deməli, Almaniya və SSR arasında müqavilə 1939-dur. SSR və Yaponiya arasında belə bir müqavilə 41-dir. Birincisi şərt ödənmir. İkincisi də belə bir şey var da. Axı 1919-da AFER yoxdur. Əslində mən bayaq suala dedim ki, məsələn, AFER-in 40-cı illər deyəndə onsuz da AFER-ə bir dənə 40-cı illərdən 49-cu il gedəcək. Çünki AFER 49-da yaranmışdı. B variantı səhvdir. İqtisadi möcüzənin baş verməsi bu hər ikisinin 50-ci illərdir. Varşava müqaviləsi təşkilatı. Birincisi Varşava müqaviləsi təşkilatı 1955-də yaransın. İkinci bir tərəfdən hər ikisi Amerika-pərəst siyasət yeritdiyinə görə onlar SSR-nin hərbi təşkilatı olan Varşavaya qoşulmazlar. Xarici siyasətdə SSR-yə meyl edilməsi, dedim axı, hər ikisi Amerika meyli siyasət yeritmişdir. Deməli, cavabımız A variantıdır. Növbəti suala keçsək, soyuq müharibə dövründə SSR üçün səciyyəvi cəhətlərdən deyil. SSR üçün səciyyəvi cəhət deyil.
Soyuq müharibə üçün. Soyuq müharibə 1946-1991-dir. Xam torpaqların istifadə edilməsi 1950-ci illərdir. 54. Bu yuxarıdakı illəri ödəyir. Strateji silahların məhdudlaşdırılması SSM 1 1972, bu da yuxarıdakı il ödəyir. Bryanskaya paktının bağlanması. Bryanskaya paktı 1928-də imzalanıb. SSR isə 1929-da qoşulacaq. Yenə bu şərt ödənmir. Vyetnam müharibəsində Şimali Vyetnama kömək edilməsi bu düzgündür və 1965-1973-cü illərdir. Və bu da ödənmir. Yeri gəlmişəm, biz C variantına əslində düzgün cavab kimi baxmalıyıq. Çünki yuxarıda yazılan illərə düşmür. D düşür. ABŞ ilə qısa və orta mənzilli nüvə silahlarının ləğvi haqqında müqavilə, bu da 1985-88-dəki yuxarıdakı illərə düşür. Gördüyümüz kimi C variantından başqa bütün variantlar 46-91-ci illər ödəyir. Cavab C. 11. Paris Sülh Konferansında dəvət alınmamış keçmiş Antantə dövlətinin müasir xəritədə müəyyənləşdir. Təbii ki, bu Rusiyaya aid. Çünki Rusiya müttəfiqləri müharibədə yarımçıq qoyub çıxmışdı. C variantı. 3. 12. 20-ci əsrin ortalarında Çin Xalq Respublikası və SSR tarixinə aid oxşarlıqdır. Biz bilirik ki, Çində 1945-49-cu illərdə vətəndaş müharibəsi baş verdi. Bir tərəfdə SSR-ni müdafiə etdiyi Mao Tse-tung, digər bir tərəfdə Amerikanın müdafiə etdiyi Homindancılar, Chiang Kai-shek mübarizə aparırdı. Və bu mübarizədə Mao Tse-tungun başçılıq etdiyi kommunistlər qalib gəldi və Çin Xalq Respublikası quruldu 1949-cu ildə. Və Çin Xalq Respublikası adətən SSR-nin yolunu getdi. Kollektiv təsərrüfatların mövcud olması, bəli, bu həm SSR, həm Çin üçün keçərlidir. Vətəndaş müharibəsinin baş verməsi bu yalnız Çin üçün keçərlidir. Prezident vəzifəsinin təsis edilməsi. Prezident vəzifəsi axı SSR-də ilk dəfə 1990-cı ildə olacaq. Və bu ortalar deyil. 20-ci əsrin ortaları təxminən 1940-1960-cı illər demək olar. Çin Xalq Respublikası üçün isə bunu 1949-dan saymaq olar. 2 ilə 3-ü deməli çıxartmışıq. Kütləvi repressiyalar, bəli, hər şey üçün keçərlidir. Bir tərəfdə Stalin Stalinokdan keçirir. Bir tərəfdə isə Mao Tse-tung. Mao Tse-tung ümumiyyətlə daha çox milyonların ölümünə səbəb olub. Qaldı ki, böyük sıçrayış bu sırf Çexiyar üçün keçərlidir. Cavabımız 1-4, yəni D variantıdır. 13. ABŞ prezidentləri verilib Harry Truman və Bill Clinton. Harry Trumanın hakimiyyət illəri Franklin Roosevelt axırıncı prezidentini davam etdirə bilmədi. Ona görə Harry Truman 45-48-də vitse-prezident, 48-52-də isə prezident olmuşdu. Bill Clinton isə 2 dəfə Amerika prezidenti seçilib 1990-2000-ci illərdə prezident olub. Baxaq. Marshall planı qəbul edilməsi, bəli, Harry Trumanın siyasətidir 1947-48-ci illərdə. Truman və Marshall bu şərti ödəyir. Bütün Avropa ölkələrində yardıma nəzarət durdu, amma SSR-dən qorxusundan Şərqi Avropa ölkələri bunu qəbul etmədi. Ulduzlar müharibəsi Ronald Reagana aiddir. 1980-ci illərdə səhvdir. Taft-Hartley qanunun qəbul etməsi 1947. Tamam, amma daxili siyasətdir. Bizə isə yuxarıda xarici siyasət verilib. Ona görə biz birdən A-nı uğurlayırıq. Bill Clintonun daxili siyasəti. Rusiya ilə münasibətlərin normallaşması. Birinci, bu daxili siyasət deyil. İkinci, Clinton Rusiyadan çox zəhləsə gedirdi. Az səhvdir. Hərbi xərclərin azalması. Bəli, bu düzgün cavabdır. İnflyasiya və işçinin artması, əksinə Bill Clinton Amerikanı böhrandan çıxardan prezidentlərdən biridir. Dövlətin nəzarətini artırmaqla. Deməli, burada vəziyyət necədir? 1A, 2B variantımız D. Davam edək. 14. Daha əvvəl baş vermişdir. Lokarno konferansına keçilməsi. İsveçrənin Lokarno şəhərində 1925. Almanlar ilk dəfə bərabər hüquqlu dövlət kimi tanıdılar. Ney müqaviləsi Bolqarıstanda 1919. Anti-Komintern 1936 Almaniya və Yaponiya arasında. Montre Türkiyənin dənizlərlə bağlı məsələsinə baxıldı.
Almanyada Respublikanın yaranması ilk dəfə 1918 noyabrın 9-udur. Daha əvvəl Y. Və Almaniya o gün bu gündür respublikadır. 15. Məntiqə ardıcılığı tamamlayın. 1941-ci ilin yayında Alman qoşunları SSR-yə hücum etdi. Ukrayna və Belarusya işğal edildi. SSR-nin Almaniyaya qarşı müqaviməti getdikcə gücləndi. Stalingrad döyüşündə Sovet qüvvələri məğlub edildi. Axı Stalingrad döyüşündə Sovetlər qalib gəlib. Almanların ildırım sürətli müharibə planı Moskva döyüşünü iflasa uğradı. Bəli, bu cavab ola bilər, amma yerdə qalmalıqlara baxacağıq. Alman qoşunları bütün SSR torpaqlarını işğal etdi. Xeyr. Almaniya və SSR haqqında arasında hücum etmək haqqında müqavilə. Biz 1941-ci ildəyik. 1941-dən 1939-a mı qaydaq yenidən? Məntiq yoxdur. Moskva döyüşündə Almaniya təslim oldu və müharibəni tərk etdi. Xeyr, Almaniya müharibədən hələ 45-ci ilin aprelin sonu, mayın əvvəli çıxacaq. Tam-tamına mayın 9-u. Cavabımız B variantıdır. 16. İkinci Dünya Müharibəsi Atlantika Xaritəsi. Atlantika Xaritəsi 1941-də ABŞ və Böyük Britaniya arasında imzalanıb. Yenə də mübarək ifadələr səslənirdi ki, biz xalqlara öz müqəddəratını təyin etmək hüququ verəcəyik, təcavüzkarlar tərk silah olunmalıdır və s. və ilaxır. Elə deyə testdə 2 dənə cavabı işarələdik. A variantı səhvdir. ABŞ və Böyük Britaniya yeni işğallara başlamır. Belə desək, gözlərinin tox olduğunu bildirirlər. 1B-si. Tehran konfransı isə 1943-də keçirilib. Orada Avropada ikinci cəbhənin açılması nəzərdə tutulurdu. Elə A variantını götürürük. Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirdi. Xeyr. İş qaydaları müəyyənləşdirdi 1945 Krım Yalta konfransında. Qaldı ki, Cənubi Saxalin və Kurd adaları SSR-yə qaytarıldı. Bu nəzərdə tutulmuşdu Yalta və yaxud Krım konfransında. 1B-S, 2A. Var mı elə cavabımız? Bəli, cavabımız A variantıdır. Davam edək. 17. Vaşinqton konfransında iştirak etmiş dövlətlər təbii ki 1919-cu ildə ABŞ Versal müqaviləsinin bütün sistemini, konfigurasiyasını qursa da, amma nədənsə qəfildən təcrid etmə siyasəti yeritdi. Amma sonradan bir növ ağlı başına gələn Amerika 1921-22-ci illərdə Versal sistemini tamamlamaq və uzaq şəkildə münasibətləri tənzimləmək üçün konfrans çağırır. Və konfransa Avropadan yalnız 2 dövlət, İngiltərə, Fransiyadan dəvət olunmuşdu. Digər dövlət özü, digər isə Yaponiya idi. Variant S. 18. 20-ci əsrin 40-cı illərində Hindistana müstəqillik verən ölkəni xəritə müəyyənləşdirin. Bu İngiltərədir. 1-dir. Digər ölkələrə daim sınaq boyu izah etdiyimə görə qeyd etmirəm. 19. Çin Xalq Respublikasının 20-ci əsrin 70-ci illər tarixinə aiddir. 20-ci əsrin 70-ci illəri 1970-1979-dur. Baxaq. NATO hərbi blokuna qoşulması heç bir zaman baş verməyib. NATOya qoşulursansa bir növ Amerikanın nəzarətindəsən. Tiananmen hadisələri bu 1989-dur. Yanlışdır. BMT-yə üzv olması 1971-dir. Nə baş verir? Biz bilirik ki, Çində vətəndaş müharibəsi baş verdikdən sonra Çində SSR-ni müdafiə etdiyi kommunistlər gəlirlər və təbii ki, Amerika BMT-yə Çin Xalq Respublikasının girməsinə icazə verməzdi. Ancaq nə baş verir? 1960-cı illərin sonunda Soyuq müharibənin gedişində Çinlə Rusiya arasında münasibətlər, SSR arasında münasibətlər kəskinləşəndən sonra bu bir növ Amerikanı sevindirir və Amerika BMT-nin qapılarını Çinin üzərinə açır. Bu 71-ci ildə baş verir. Cavabımız C variantıdır. Koreya müharibəsində ABŞ-ı dəstəkləmək. Koreya müharibəsində SSR-ni dəstəkləyər. Konstitusiyanın qəbul edilməsi, xeyr, belə bir şey yoxdur. Cavab C. 20. Hitler hökuməti referendum keçirərək Sarı vilayətini aldı. 1935-də. Hərbi mükəlləfiyyət və baş qərargah. Yəni 35. Aha. Alman ordusunun sayı artırıldı. Bütün silah növlərinin istehsalı bərpa olundu. Hərbsizləşdirilmiş reyinə qoşun yerdə 36-da. Baxaq.
Almaniyanın mətnində bəhs olunan siyasəti səbəb oldu. A variantı. İngiltərə və Fransanın Almaniyaya yaxınlaşmasına qətiyyən Almaniyanın üzünə açıq çıxmasalar da amma narazılıqlar var idi. Versal sistemin iflas olunması bu düzgün cavabdır. Zaten Almaniyanın Reynə qoşun yeritməsi Versal sisteminin bir kağız parçası kimi bükülərək Ziblivədə satılmasına səbəb oldu. Millətlər Cəmiyyətini tərk etməsinə, Millətlər Cəmiyyətini tərk etmişdi 33-də. Amma bayaq mətndə qeyd edirəm ki, bəzi hadisələr 35-36-da baş verib. Nasist partiyasının hakimiyyətə gəlməsinə biz mətndə 1935-36-cı ildən bəhs olunur. Geri 1919-a mı qayıdaq? Qaldı ki, İtaliyaya qarşı müharibə edilməsi Hitler öz qardaşlığı Mussoliniyə müharibə etməzdi. Deməli cavabımız Bakı variantıdır. 21. Willy Brandt'ın başçılıq etdiyi kiçik koalisiya hökumətinin fəaliyyətinə aid deyil. Willy Brandt AFR-in federal kansleridir. Çox önəmli federal kansleridir və onun hökuməti kiçik koalisiya adlanır və onun siyasəti Yeni Şərq siyasəti adlanır. Yeni Şərq siyasətinə görə Qərbi Berlin statusu haqqında 4 tərəfli razılığa gəlindi. Bəli, bu düzgün cavabdır. Bizə isə səhv cavab lazımdır. Niyə Şərqi Berlin məsələsi yoxsa? Çünki Şərqi Berlin onsuz da ADR-in idi. Avantın üzərindən xətt çəkirik. ADR ilə dövlətlər arası münasibətlər yaradıldı. Bəli, düzdür. Bu Willy Brandt'ın sonunu yaxınlaşdıracaq. Çünki çoxları onun ADR, yəni SSR ilə, SSR kəşfiyyatı ilə əlaqədə olduğunu göstərəcək. Almaniya vahid halda birləşdirildi. Bu 1990-dır. Amma Willy Brandt'ın hökuməti təxminən 1969-1974-dür. Bu şərt ödənmir. C variantı aiddir. Helmut Kohl'a cavab C-dir. Yeni Şərq siyasəti bu da onda var. Şərq Avropanın müharibədəki sonrası sənədləri tanıdı. Bu da var. Ümumiyyətlə C-dən başqa digər 4 dənə variant onda var və 4-ünü də əzbər bilsək yaxşı olar, qəbula gələ bilər. Və bir dəfə sınağa gəlib. 22. 1945-ci ildə Almaniya müharibə elan etdi. 3-ü birindədir. Ərazisində ABŞ hərbi bazası yerləşdirildi. 20-ci əsr 80-də iqtisadi möcüzə. Təbii ki, 45-ci ilin fevralında Türkiyə Almaniya müharibə elan etdi. Demişlər, sən BMT-yə qoşula bilməyəcəksən. 1952-də Koreya müharibəsində NATO-ya qoşulursansa, ərazində Amerikanın hərbi bazası olmalıdır. Və eyni zamanda 80-ci illərdə də iqtisadi möcüzələr Tasa Türk Özal. Cavab Türkiyədən ibarətdir. 22. Daha doğrusu 23-cü sual. Leonid Brejnevin SSR-yə rəhbərliyi dövrünə aiddir. Leonid Brejnevin hakimiyyətləri 1964-1982-ci illərdir. Prezident vəzifəsinin təsis olması 1990. SSR-nin ilk və son prezidenti Leonid Brejnev yox, Mikhail Gorbaçovdur. SSR Əfqanistana qoşun yetməsi 79-dur. Bəli, bu Leonid Brejnevdir. Çinlə hərbi münaqişədə Mansk adası falan təxminən 1960-cı illərin sonu. Kubaya raketlərin yerləşdirilməsi Kuba böhrana səbəb olmuşdur. Bu da 1950-ci illərin sonu, 59, 1962-ci illərdə bu da şərti ödəmir. 1 Gorbaçova aiddir, 4 isə Xruşova. Cavab 2, 3-dür. 24. Rusiyada vətəndaş müharibəsi gedişində. Yəqin ki, söhbət 1918-1920-ci illərdə ağlarla qırmızılar arasında olan savaşdan gedir. Bu savaşda ağlar, yəni delikincilər, yəni keçmiş çarın adamları, qırmızılar, yəni lenincilər, yəni bolşeviklər, yəni sovetlər və bu müharibədə qırmızılar, yəni bolşeviklər qalib gəlmək üçün bütün sistem üzərində dövlət nəzarətini qoymuşlar və hərbi kommunizm sistemi tətbiq etmişlər. Cavab 1 və 3-dür. Yeni iqtisadi siyasət bu 1921-dir. Artıq vətəndaş müharibəsi bitib və yuxarıdakı şərt ödənmir. Birinci Dünya müharibəsi 1914-dür və yenə də yuxarıdakı şərt ödənmir. Cavabımız 1, 3-dür. Davam edək. 25. Yaponiyanın 20-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Bu 1951-2000 deməkdir. Ölkədə ilk konstitusiyanın qəbul edilməsi bu 1889-dur. Yanlışdır. İkincisi isə 1947-dir. O da düşmür.
ABŞ ilə təhlükəsizlik müqaviləsinin imzalanması 1951-dir. San Fransisko konfransı və yuxarıdakı şərti ödəyir. Şandun yarımadasının içinə qaytarılması 1921-22-ci illərdə Vaşinqton konfransında müzakirə olunmuşdur. Bu da şərti ödəmir. Ərazisindəki işğal rejimi 1952-də qadağan olunub. Bu şərti ödəyir. Deməli cavabımız burada 2-4-dür. 26. Xronoloji ardıcıllıq. Camp David sazişi 1978-dir. Misir və İsrail bir-birlərini tanıyır. Bundan sonra Ərəb dövlətləri Misri Ərəb Liqasından qovub çıxardırlar. Və o zamanki Misir prezidenti Ənvar Sadat bunun canı bahasını ödəyir. Varşova Müqaviləsi Təşkilatı SSR-ni sevənlərin hərbi təşkilatı bu idi. Amerikanı sevənlərinki isə NATO idi. Rusiya Federasiyasının Krımı işğal etməsi 2014. ADR-in yaranması 1949-dur. Kiçikdən böyüyə düşsək 4, 2, 1, 3 cavabını ala bilərik. 27. 20-ci illər, 30-cu illər və 40-cı illər. Hindistan Respublikasının yaradılması, ehtiyatlı olaq. Hindistanın müstəqil olması 1947-dir. Amma Hindistan Konstitusiyasına görə onun Respublika olması 1950-dir. Şərt ödənmir. SSR Konstitusiya 1924 və bu 20-ci illərdir. Türkiyə Millətlər Cəmiyyətinə daxil olması 1932 və bu 30-cu illərdir. İspaniyada vətəndaş müharibəsinin başlanması 1936 və bu 30-cu illərdir. Yaponiya və SSR arasında hücum etmə haqqında müqavilə 1941-in apreli və bu 40-cı illərdir. Deməli 1A, 2 C, D, 3 Y. Aha. A yox, A variantını çıxmışıq. Hərf səhv olub. 1B, 2 C, D, 3 Y. A variantı dediyim kimi diqqətli olaq. Situasiyamıza baxaq. Türkiyə NATO-ya daxil olduqdan sonra ABŞ ilə hərbi xarakterli bir sıra iki tərəfli müqavilə və sazişlər imzaladı. 1954-cü ildə bağlanan sazişə görə Türkiyədə ABŞ hərbi hava bazası. Tamam. Türkiyə mənbədə bəhs edilən hərbi təşkilata daxil olduğu söhbət NATO-dan gedir. Şimali Atlantik Əməkdaşlıq Şurası bu 1952-dir. 29. Türkiyə mənbədə bəhs edilən hərbi təşkilata daxil olması üçün iştirak etdiyi müharibənin və müttəfiq olduğu ölkələri yazın. Söhbət 1950-53-cü illərə gedir. Müharibənin əvvəlində ABŞ əsgərləri yaxşı vuruşa bilmirlər və türklərin müharibədə möhtəşəm vuruşması NATO'nun ordusu sayılan, NATO'nun vuran əli sayılan Türkiyənin bura daxil olmasına səbəb olur və bu müharibədə təbii ki Türkiyə Cənubi Koreyanın müdafiə edən ABŞ-ın yanındaydı. Maraq üçün deyim ki, ümumiyyətlə bu müharibə Şimali Koreyanın Cənubi Koreya yürüşündən sonra başlamışdı. 30. Bəhs edilən hərbi çevrilişin nəticələrindən ikisini yazın. Aha. Tamam, Camal Gürsəl. Söhbət 1960-cı il hərbi çevrilişindən gedir və buna da Türkiyədə hərbi çevrilişin əsası qoyulur. Türkiyə Böyük Millət Məclisi buraxılır, Milli Birlik Komitəsi yaranır, siyasi partilərin fəaliyyəti bir müddətlik dayandırılır, birinci Respublika dövrü başa çatır, ikinci Respublika dövrü başlayır. Maraq üçün deyim, Türkiyə hal-hazırda 3-cü Respublika dövründədir. Düzdür, bu kitablarda tam getmir. 24-cü il Konstitusiyası ləğv olunur. Bax, bunlar olur. Bu qədər əzizlərim. Diqqətimizdən qaçan nəsə oldusa, ola bilər hansısa sual diqqətimizdən qaçır. Bəzən variantı çıxıb, amma sonradan yenidən səhvən həmin variantı yazırıq. Belə hərf səhvləri mümkündür. Təklif və iradlarınızı gözləyirik. Bizlə əlaqə saxlamağınızı xahiş edirik. Sağ olun, var olun. Allah'a emanet olun.